Ədibin evinin təşkil etdiyi Mir Cəlal adına 5-ci hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb. Onlar bu ilki müsabiqəyə 258 əsər təqdim edən 211 müəllifin arasından seçiliblər. Qaliblər arasında Azərbaycan Yazıçılar Birliyinin üzvü olan artıq tanınan gənc imzalar da var. Bu dəfəki ədəbiyyat yarışmasında qısa hekayələrdən 3-cü yerə Turan Uğurun Əbabil quşu, Həmid Piriyevin Müjdə, Xatirə Nurgülün Bilalın qayıdışı hekayəsi layiq görüldü. İkinci yeri Elnur Məmmədlinin Kəkələmə, Ömər Xəyyamın 10410-cu gün hekayələri qazandı. Birinci yerin sahibi isə Körpənin intiharı hekayəsi ilə Sərvanə Daxtumas oldu. Qalib hekayələr geniş oxucu kütləsinə Azərbaycan jurnalının növbəti sayında təqdim ediləcək. Bu yazdığım hekayə Körpənin intiharı hekayəsi ilk hekayəmdir. Hekayə haqqında qalib olacağamı? Bu haqda düşünmürdüm. Hekayəni yazan zaman bu hekayəm esse formasındaydı. Hekayəni ümumiyyətlə hansısa bir müsabiqəyə göndərmək barədə də və ya çap etmək barədə də düşünmürdüm. Sadəcə belə bir müsabiqənin olduğunu gördüm. Müsabiqədən 3 il öncə yazılmışdı hekayəm. 3 il sonra artıq qərara gəldim ki, belə bir hekayəm var və bunu göndərdim. Hekayəm qaliblər sırasına düşdü. Öyrənəndə vaxt nisbətən az idi, amma düşünürəm ki, üstündə yetərincə qədər işlədim və qaliblər sırasına düşdüm və bu çox sevindirici oldu. Ümumiyyətlə, hekayə janrına düşünürəm ki, marağı yetərincə artırır. Görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın İçəri şəhərdəki ünvanında 5 il əvvəl təsis edilən Ədibin evinin fəaliyyəti Azərbaycan ədəbiyyatının tədqiq və təbliğini əhatə edir. Bu mədəniyyət ocağı xüsusilə gənc nəsil arasında oxu mədəniyyətini gücləndirmək, xalqa və vətənə sevginin aşılanmasında ədəbiyyatımızın rolunu vurğulamaq məqsədi güdür. Bir ara elə oldu ki, əsərlərin keyfiyyəti bu qədər yaxşı olmadı. İlk bir-iki müsabiqənin nəticələri baxanda belə bir fikir oldu ki, bu nə heç olmasa 2 ildə bir eləyir. Nə var? Hər il olmalıdır. İnanıram ki, keyfiyyət artacaq. Bugün biz onun şahidiyik. İcraçı direktor Şəfəq Mehrəliyeva çıxışında vurğuladı ki, ədəbiyyat mədəniyyətin təməl qatıdır. Ondan qidalanan və yaxud yaratdığı ideya və obrazlara yeni forma verən kifayət sayda digər sənət və mədəniyyət növləri mövcuddur. Buna misal kimi, ötən dəfəki Mir Cəlal adına hekayə müsabiqəsinin qalib əsərlərindən birinin Asan TV tərəfindən ekranlaşdırılmasıdır. Qarabağdakı tarixi zəfərimizə həsr edilən Zəfər rəqsi filmi bu günlərdə bir sıra beynəlxalq festivallarda uğur qazanaraq Azərbaycanın hekayəsini dünyaya danışır. Təsis edilərkən Mir Cəlal adına hekayə müsabiqəsində ümid bu idi ki, xalq yaradıcılığı ilə klassik bədii üslubun qabaqcıl təcrübələrini hekayəçilik ənənələrinə gətirən milli irsimiz gənclər tərəfindən də davam etdiriləcək. Bu xüsusən hekayə yazanlara aiddir bu tövsiyə. Bu da ondan ibarətdir ki, əsərlərin ilk növbədə dilinə fikir vermək lazımdır. Yazıcı dillə işləyir. Dili pinti olan insandan yazıcı olmaz. Yazıcı mütləq təmiz yazmalıdır. Mütləq təmiz yazmalıdır və xüsusən hər bir nazirin özünün təhkiyəsi olmalıdır. O təhkiyədir oxudan, o təhkiyədir insanları cəlb edib, arxasınca aparan və bütün o hekayələrdə qoyulan məzmun, o ideya hamısı onun vasitəsilə çatdırılır. Və mən ona görə nə arzu eləyə bilərəm? Mən ancaq arzu eləyə bilərəm ki, qarşımıza qoyduğumuz, əvvəlki illərdə qoyduğumuz bu problemi də daim nəzərimizdə saxlayaq və Azərbaycan hekayəsinin inkişafını mümkün qədər sürətləndirək. Ədibin evindəki ədəbiyyat bayramında Mir Cəlalın müasirlərindən onun yaxın dostu və silahdaşı, bu il 120 illiyi qeyd edilən xalq şairi Səməd Vurğun da anıldı. Müsabiqə qaliblərinə təbrikini Səməd Vurğunun ev muzeyinin direktoru, mahir pianoçu Vurğun Vəkilov çatdırdı.